Allah sənin namazı əmr etdiyi halda, öz evin, Kəbəni tavaf eləməyi əmr etdiyi halda, sən gedib qəbri tavaf edirsən. Allah mənə dua edin, sizin duanızı qəbul edin dediyi halda, sən hansısa ölmüş bir adamdan istəyirsən, ölmüş adama dua edirsən. Onunla yanaşı Allah səni bağışlayır. Tövbə edirsən, ya Rabbi, sadiq qəlbdən, təmiz qəlbdən peşman oldum. Rəbbimsən, səni tanıdım, sənin qulunam, sənin kölünüm, ya Rabbi. Mənim səndən başqa əlimi atacaq Rəbbim yoxdur. Kimə açım əlimi məni doluğa atarsın? Kimin qapısını döyüm? Hamı məni öz qapısından qoyuluyub. Heç kim döydüyüm qapılar atılmır, ya Rabbi. Sənin qapındayım, sənin kölünəm, canım sənindir, malım sənindir, nəfəsim sənindir, nəfsim sənindir. Tövbə edirəm səni, sadiq qəlbdən. Vallahi Allah bağışlayar səni. Dünya dolusu günahla Allahın qarşısına getsin belə. Allah bağışlayar səni. Dünyalar dolusu günahla getsin. Yunus Aleyhisselamı zülmətlərdən, balığın zülmətindən, qarnın zülmətindən, dənizin zülmətindən qurtaran kim oldu? Bir can dua elədi ki, ya Rabbi, məni bəla baş verir, mənə bəla öz verir, məni buradan qurtar. Mələklər dedilər ki, ya Rabbi, bu tanış səsdir. Kimsə sənə həmişə dua eləyəndir. Və Allah Subhanahu çıxartdı oradan. Öz qövmündən bezmişdi, öz qövmünü tərk eləmişdi, öz qövmünü atıb gedmişdi. Amma yenə tövbə eləyir, yenə qadir, yenə Allaha dua eləyir. Niyə görə Firon boğuldu? Niyə görə Firon tövbə eləyə bilmədi? Çünki onun səsi göylərdə eşidilməmişdi. Çünki onun səsi, dua səsi, onun duaları göyün qapısını heç vaxt döyməmişdi. Allah Subhanahu Fironu həlak elədi orada. Heç bir zaman Allaha dua eləmişdi. Çünki o deyirdi ki, Ənə Rabbukumul Ə'lə, mənəm sizin Rəbbiniz, siz mənə dua eləyəsiniz. Çünki o deyirdi ki, Misirdə axan çaylar, bu dənizlər, hansı ki, ayağımın altından axır, o mənimdir, təkəbbür edirdi. Allah o çayı onun üstündən axırdı. Və dedi ki, Rəbb, mənəm. Sən iddia edirdin ki, ayağımın altından axır, indi Allah sənin üstündən axırdı. Amma həmişə Allaha Subhanahu wa Ta'ala'ya dua edən Yunus Aleyhisselam zülmətlərdə dənizin altında olduğu halda Allaha dua elədi. Çünki dənizin üstündə olanda o özün Rəbb elan eləməmişdi. Özün qul kimi Allaha təslim eləmişdi. Allah Subhanahu qurtardı onu. Zülmətlərdən qurtardı. Yunus Aleyhisselamın duası ilə qövmündə, millətdə, cəmaatda özün islah olduğun halda dəvəti tərk eləmək olmaz. Hər bir insanı dəvət edəsən, o zaman sən bu ümmətdən olasan. Allah Subhanahu buyurur ki, kuntum xeyra ummətin uxricət linnəs. İnsanlar üçün çıxardılmış və yaxud insanlar içərisindən çıxardılmış ən xeyirli ümmət oldunuz. Nə zaman xeyirli ümmət olasan sən? Allah Subhanahu Muhammed sallallahu ümmətinə deyir ki, ən xeyirli ümmət oldun sən, o zaman ki sən tə'muruna bil ma'ruf və tənhavna anil munkar. Yaxşılığa əmr eləyəsən, namaza çağıraqsan, oruca çağıraqsan, zəkata çağıraqsan, Allaha şərik qoşmamağa çağıraqsan, Allahı sevməyə, cənnəti istəməyə, cəhənnəmdən Allaha sığınmağa, şirkdən, şirk əhlindən, bidətdən, bidətçilərdən təşnətsən, yaxşılığa əmr eləyəsən və pislikdən təşnətsən. O zaman sən bu ümmətin ən xeyirlərinə olasan. Yoxsa sən xeyirli deyilsən. Sən öz qulluq vəzifəni yerinə yetirmirsən. Və tu'minunə billah. İnsanlar içərisindən çıxardılmış xeyirli ümmət oldunuz, yaxşılığa əmr edirsiniz, pislikdən çəkindirirsiniz və Allaha iman edirsiniz. Allaha iman eləmək əsldir. Allaha iman eləmək özəydir. Allaha iman eləmək ağacın köküdür, kötüyüdür. Bu imanı sən sabit eləmək üçün, ağacı yerindən oynatmamaq üçün yaxşılığa əmr edib pislikdən çəkindirmək. Yaxşılığa əmr edib pislikdən çəkindirmək üçün birinci özü düzəltmək. Sən yalancı olduğun halda başqasına yalan danışma deyə bilmərsən. Sən namazı tərk elədiyin halda başqasına namaz qıl deyə bilmərsən. Vallahi billahi, kimin ki evdə, ailəsi namazda zəifdirsə, kişiyə qayıdır. Kişi zəifdir onun üçün. Sən namaza yatıb qalmışsan, qadın səni durğuzur. Ki, namazın vaxtıdır dur. Deyir, yəqin boş şeydir də bu. Yüngül şeydir, günahı azdır, günah yoxdur. Çünki elm alan sənsən, gedib yatan da sənsən. Qadını öyrətməyə layiq olan, lazım olan sənsən, yatan da sənsən. Oruç tutmaq lazımdır, atsa öskürür, atsa ağrıyır, oruç tutmur. Qadın ondan qabaq tutmur. Deməli, zəiflik səndədir. Sahabələrin qadınlarına bax, bizim kişilərimizə bax. Sahabə qadınları bizim kişilərimizdən daha çox kişi idilər. Sahabə qadınlara bax, Allah-u Akbar. Milyon qadın yıxson, dünyada yaranmışlar. Bütün qadınları yıxson, bir Ayşə anamız eləməz, bir Xədicə anamız eləməz. Onun üçün sən evdə dəvətlisən. Birinci özün əməl eləyəsən. Evdə zəiflik varsa, zəiflik səndədir. İmanın zəifliyindən danışırsan, evə televizor qoymusan. Evin böyüyü sənsən. Sən evdən televizor çıxarsan, arvad televizor alıb yetəcək. Evin rəisi sənsən. Allah səndən soruşacaq. Vallahi kim səbəb oldu? Kim bu yola qoydu səni? Muhammed s.ə.v deyir ki, kim bir pis yol qoyarsa,
onun ardınca gələn, evə neçə adam gəlirsə, neçə nəfər baxırsan, hamısının günahını sən daşırsan. Filizdirsən, xarab eləsin, şunurun çıxarsın, qadın ustadır, açıb düzəlsin. Təsəvvür elə, cəhənnəm qapısı, şeytanın gözü, təpə gözü qoymuşsan evə, xarab olanda belvə yüklüyüb aparırsan. Yüklədin belvə, aparırsan ki, usta düzəlsin, özünü aparırsan. Sonra deyirsən ki, bu qadının imanı nöş zəifdir. Bu qadına nöş söz keçmir, nöş namazda zəifdir. Nöş bu qadının imanı yoxdur. Çünki onu sən özün eləyirsən. Sən hərdən axşama sən otuzurmuşsan televizyon qabağında, sən imanı güclü olsun. Televizyona çıxanlar kimdir ki? Bir dəfə Allahın dinindən danışan kim olur? Ya sevgi mahnılar oxuyacaqlar, ya kliplər verəcəklər. Allahın dinindən yayındıran, Allahdan uzaqlaşdıran, qəlbi küfürlə, nifaqla, münafiqliklə dolduran şeylər verəcək. Sən bacarırsansa, sən çıxartmırsansa pislik evdən, deməli günah səndədir. Günah sən daşırsan. Sən layiqincə Allahın dininə dəvət eləmirsən. Sən dəvət eləsən, evində pisliklər olmaz. Sən yox desən, evdə sənə, çünki Rasulullah s.ə.v nə deyir? Hər biriniz başçısınız və əl-üzün altında sizə tabi olanlardan sorumlusunuz. Soruşularsan, uşağından soruşularsan, yoldaşından soruşularsan. Kim ki sənə tabidir, hamısından birər-birər soruşularsan. Bir-bir, tək-tək. 90 il həmin ailədə yaşamsan, 90 il öz hesabı verəndən sonra 90 il onların hesabını verəsən, oğlun hesabını verəsən. Nəsə dəfə televizor açdı. Magnetofon aldın, 2 dənə mahnı kaseti qoydun, dedim, Mozart'ın şedevrlərdir, evdən mələkləri qovdun, evində hakim şeytan oldu, hamısının 50 il evli olmuşsan, 50 ilin sən qadının hamısından sorumlusun. 20-30 il uşağın olanda sən də onlarla yaşadın, 30 ilin hamısını Allah səndən soruşacaqlar. Hər saatın, hər saniyəsin. Namaza durğuzmadın, qoy yatsın, namaza çağırmadın, qoy yatsın. Mən deyirəm, gəlmir dedim, evdə neysə sındıranda döydün, namaza yatdı, döymədin uşağı. Televizoru salıb sındırsa öldürərsən uşağı. Amma namaza gəlmir, deyirsən, uşaq da gələr. Allahın ayələrini öyrənmədi, uşaqla bir dəvə maraqlanıb dərsə gedir, 2 alanda döyüb öldürdün uşağı. 2 dənə surə bilmir, uşağa heç nə demədin. Uşağa demədin ki, niyə görə əzbərləməmsən, niyə görə oxumamsan, neçə surə bilirsən, neçə ildir namaz qılırsan, 10 ildir, 20 ildir, uşağı neçədən surə bilir. Niyə görə Allah üçün bir dəfə şillə vurmadın ona, niyə görə Allah üçün bir dəfə cibinin pulunu kəsmədin, evdə ağzını bağlamadın ki, bu ayəni öyrənməmiş, otaqdan çıxmayasın. Kim ki neydən sorumludur, kim ki neydən soruşulacaq, kim ki kimin ki əlinin altındadır, hamısından soruşulacaq bir-bir. Bütün həyatından, bütün başçılığından və sən əgər Allahın şəriyyətində ola-ola dəvət eləməmisənsə, çatdırmamsansa, soruşularsan. Bu ümmətin ən xeyirlərindən olmayaqsan, Allahın şəriyyətin doğru düzgün çatdırmayaqsansa, deməli sən hamısından soruşularsan. Bu ümmətin xeyirlisi olmayaqsan. Allah Subhanahu səni layiq görmədi bu ümmətin xeyirlisi olmağa. Çünki yaxşılığa çağıran, sinirdən çəkindirəndir bu ümmətin yaxşısı olan. Muhammed s.ə.və layiq olan, Muhammed s.ə.v sahabəliyinə layiq olan, onun ümmətindən olmağa layiq olan, yaxşılığa əmr eləyənlər, pisliklə çəkindirənlər. Sən bunu eləmirsənsə, ən azından eşitdiyi, ən azından bildiyi demirəm, gedin siz alimlik eləyin, gedin Quranın təfsirini danışın. Bilirsən ki, şirk olmaz, Allahdan başqasına ən azından and içmək olmaz. Görsün yanında bir hamısı deyən and içmə. Çünki elm olmadan hamı azacaq. Dəvət olmasa hamı azacaq. Elm lazımdır. O elmdən hansı ki səhih elm götürmüsən, onu sən eşitdiyin kimi çatdır. Artırma, azaldma. Eşitdiyin kimi çatdır, yadında qalanını çatdır. İftira atma. Yalandan demək ki, belə deyirlər. Deyilməyəni demə. Bilmədiyi demə. O belənci deyir, eşitmişəm, belə deyirlər demə. Vallahi dilindən çıxan hər hərfi Allah soruşacaq səndən. Mənə haqqımda demisənsə, vallahi mən də yapacağam səndən. Qiyamət günü mən demədiyimi niyə dedim? O məsələ gedənlər, sələflər belə deyirlər, onlar əqdəsində belədir, eşitmişəm, Allah soruşacaq səndən hamısı. Niyə yalan deyirdi? Özlərində görmüşdün, yox, cəmaat deyirdi. Cəmaat çox şey deyir, cəmaat çox şey eləyir. Demək, Allahın dininə qarşı gələnlər ancaq alçaqlar olur. Heç vaxt əqdəsi təmiz, pis danışmayacaq, pis söyməyəcək, pis deməyəcək. Əbu Cəhil ölməyib. Əbu Cəhil davam edir, onun nəsli davam edir, münafiqlər davam edir, gedəcək, ta qiyamətdən olacaq. Yəni dünyada, axirətdən öncə. Möminlər Allah Subhanahu hamısını canılacaq, bu münafiqlər olacaqdır. Deməli, ta qiyamət qopana qədər, axirətə qədər, sonuncu gününə qədər yer üzəri kafirlərlə, münafiqlərlə dolu olacaq. Bu həmişə var, olub. Yəni sən get, dərslər keç, Quran təfsirlərini ver, demirəm sənə. Ən azından eşitdiyi çatdır. O zaman sən xeyirlərdən olasın, o zaman bu ümmətdən sayılasın. Sən alimlik eləmək lazımdır, kitabları gedib oturub, kimisə oxuyub şərh eləmək lazımdır. Elmi mənbəyindən götürərsən.
Kim ki Allah Subhanahu Teala belə deyir, Rasulullah belə deyir, sələflər belə deyib demirsə, ondan elm də götürməyəsən, onun dərsində oturmayəsən, ondan söz götürməyəsən. Belə deyirlər, yaxud bir saat danışır xütbəsin, 2 dənə Allah Subhanahu ayə demir, 2 dənə hədis demir, filan kəs belə dedi, filan kəs belə dedi və 50 saat danışır. Rasulullah deyir ki, innə minəl bəyən ləfihra. Danışıq sehrin növlərindəndir. İnsanın danışıq qabiliyyəti sehrin növlərindəndir. Elə danışarsan ki, qabağındakılar sehr olur, ağzını atıb sənə baxarlar. Amma hər danışılan, əgər o danışılanın içərisində Allah dedi, Rasulü dedi, sələflər, sahabələr bu ayəni, bu hədisi belə başa düşdü, yoxdursa, o elm deyil, batil elm, səhv elmdir. Kim ki deyəcək ki, yalnız Allah Subhanahu dediyi bizim üçün qanundur, hədisləri götürmürük, batil elm. Kim ki Quranı, hədisləri götürürük, amma sahabələr kimi başa düşmək istəmirik dedi, batil elmdir. Sələf kimi başa düşərsən, sələf kimi əməl eləyərsən, sələf kimi dəvət eləyərsən, başqa metod axtarmayasan, başqa yol axtarmayasan. Allah Rasulunun yolu, Allah Rasulunun dəvəti bizə bəs eləyər. Kimisi kinoyla dəvət edir. Muhammed sən bunlarla gəlmə. Kimsə belə dəvət edir. Rasulullah s.ə.v Allahın ayələri ilə kino çəkmək, kino göstərmək, hansısa nəzisindən təmizlənməyən Muhammed s.ə.v roluna gedəcək, Peyğəmbər kinosu adlanacaq, orada verilən mahnı Peyğəmbər mahnısı deyiləcək, Peyğəmbərin muzqası deyiləcək, hansısa nəzisindən təmizlənməyən bir zındır Həmzənin roluna gələcək, radiyallahu anh. Sən deyəsən ki, necə yaraşırlar Həmzənin roluna. Fəxr eləyəsən ona. Hansı ki, o öz nəcisindən təmizlənmir. Yumur. Zahirlər, sidiyə gedəndə əlin yumurlar. Yolda da sənə görən nəsərsən, yox. Bilmirsən, əlin yumur. Görüşməyəsən onu. Vallahi yumur. Öz bədənin yumayan adam, əlin yumur, sənəndə bir görüşür. Sən evə gedsən, uşağı öpürsən, əlin. Sonra sən uşağın öpür, xəstələndi. Bunun bədənində mikroblar üzünə yara çıxdı. Əlin yumur, baxı bu. Uşağa mikrob keçməlidir də, Allahın dininə dəvət, metod demirəm Allahın şəriəti, bu yol, bu sünnə Muhammed s.ə.v-in gətirdiyi kimi olacaq, yoxsa nicat tapmayacaq. Heç bir dəvət, heç bir kaset, heç bir kino, heç bir nə bilim əfəndi, şeyh, xoca, heç bir nicat tapmayacaq, qəbul tapmayacaq. Əgər Allahın şəriətindən, Muhammed s.ə.v-in sünnətindən, sələflərin yolundan başqa bir yolla geçsin. Baxçına Quran-Kərimdə Allah Subhanahu bu yolu, bu dəvəti necə bildirir? Sələfin yolu hardan çıxartdıq? Niyə mən sələfə tabi olmalıyam? Mən öz ağlım yoxdur, Allah mənə ağıl verməyib, mən başa düşə bilmərəm bunu. Sən başa düşə bilmərsin. Allahın xitabların Muhammed s.ə.v başa düşüb və o da sahabələri öyrədir. Sən başqa cür başa düşə bilmərsən, başqa cür başa düşürsənsə, səndə naqislik var, ağlında naqislik var, ağılsızlıq var. Çünki sən Allah istəyən kimi başa düşmədin. Allah istəyən kimi Allahın Rasulü başa düşür. Allah istəyən kimi Allahın Rasulü başa düşdükdən sonra sahabələrə öyrədir. Allah Subhanahu deyir ki: "Və men yushaqiqar rasule min ba'di ma tabayyana lehu'l huda və yettabi ghayra sabilil mu'minin, nuvallihi ma tawalla və nuslihi cehennem və sa'at masira." Kim Allahın Rasuluna haqq ona bəyan olandan sonra, ona dəvət çatandan sonra, ona dəvət olunandan sonra, sən ona çatdırandan sonra, وَمَنْ يُشَاقِّ الرَّسُولَ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُ الْهُدَى Doğru yol, İslam, Allahın dini, Allahın şəriəti, bu hökmlər bir insana açıq-aşkar satandan sonra Rasulun yolundan üç çevirərsə, Rasulun yolu kimin yolu idi? وَيَتَّبِ غَيْرَ سَبِلِ الْمُؤْمِنِينَ Və möminlərdən başqasının yoluna tabi olarsa. Deməli, sahabələr var burada, var. Quran-Kərimdə Allah deyir ki, sahabələrdən başqasının yoluna tabi olarsa. Mömin çöldə araq çıb, sigaret çəkib, Allahın dininə, şəriətinə lağ eləyən, istecə eləyənlərdir. Mömin sahabələr idi, mömin sənətlərdir, mömin Abbaqirdir, mömin Ömərdir, mömin Osmandır, Əlidir, Talhadır, Zübeyirdir, radiyallahu anhum, sahabələrdir. Allah onlar hamısından razı olsun, mömin olardır. Onlardan başqasının yoluna tabi olarsansa, Allah Subhanahu deyir ki, "Nuvallihi ma tawalla." Onu istədiyi yola yönəldəcək. Hansı yolu ki sevir, Allah onu o yola yönəldəcək. Ürəyin ağrımasın ki, kimsə çöldə imana gəlmədi. Sən dəvəti ölə, amma mən dəvət edim, o gəlmədi, sənlik deyil. Allah onu istədiyi kimi, istədiyi yola yönəldi. Onu uslihi cəhənnəm. Və onu cəhənnəmə aparacaq, deyir Allah Subhanahu. Və ora gedəcək yerlərin ən pisidir. Cəhənnəm məskənlərin ən pisidir. Niyə? Çünki haqq bəyan olandan sonra Rasula qarşı gəldi. Rasula qarşı gəldisə, sahabələrə qarşı gəldi. Çünki bu doğru yol, bu sünnət, sahabələrin başa düşdüyü kimi, möminlərin başa